Salamlar. 27 iyul bürc proqnozuna baxırısınız. Uğurlar. Qoç. İyulun 27'si sizin üçün təkcə adicə bir bazar ertəsi deyil, həm də daxili dinamikanızın, gələcək planlarınızın və strateji addımlarınızın ciddi şəkildə yenidən nəzərdən keçirildiyi dönüm nöqtələrindən biridir. Planetiniz Marsın verdiyi alovlu enerji ilə Oğlaq bürcündəki ayın gətirdiyi nizam-intizam hissi birləşərək sizə həm cəsarət, həm də soyuqqanlılıq bəxş edir. Şablon ifadələrdən uzaq, tam real həyatın axarına uyğun bu gündə diqqət yetirməli olduğunuz əsas məqamlar var. Sevgi və münasibətlər baxımından bugün münasibətlərinizdə səbirsizlik və hakimiyyət qurmaq istəyi ön plana çıxa bilər. Qoç bürcünün təbii liderlik xarakteri bəzən qarşı tərəfin hisslərini kölgədə qoymağa meyilli olur, lakin bugün həmin tələyə düşməməlisiniz. Birlikdə olduğunuz şəxslə aranızda olan xırda anlaşılmazlıqları dərhal böyük mübahisəyə çevirmək əvəzinə bir addım geriyə çəkilib dinləməyi bacarmalısınız. Qarşı tərəf sizdən emosional dəstək və diqqət gözləyir. Birlikdə keçirəcəyiniz sakit bir axşam yorğunluğunuzu alacaq və aranızdakı güvən bağını bərpa edəcək. Subay qoçlar üçün ətrafınızda sizə qarşı maraq göstərən insanların sayısı arta bilər, lakin ani hisslərlə tələsik qərarlar vermək əvəzinə qarşı tərəfi tanımaq üçün özünüzə vaxt verin. Keçmişdən gələn bir zəng və ya mesaj zehninizi qarışdıra bilər, köhnə səhifələri təkrar açmazdan əvvəl yaxşıca düşünün. Sağlamlıq və bədən energiyası baxımından yüksək daxili motivasiya və iş rejimi günün ilk yarısında fiziki gərginlik yarada bilər. Enerjinizi düzgün paylamadıqda baş ağrıları, əzələ gərginliyi və göz yorğunluğu ilə qarşılaşmağınız mümkündür. Xüsusilə boyun və çiyin nahiyəsindəki gərginliyi azaltmaq üçün gün ərzində yüngül dartınma hərəkətləri edin. Səhər saatlarında təmiz havada gəzinti zehninizi aydınlaşdıracaq. Gün ərzində kifayət qədər su içmək və kofein qəbulunu normada saxlamaq vacibdir. Axşam saatlarında rəqəmsal ekranlardan uzaq duraraq yuxu rejiminizə riayət etməyiniz sabahki günə tam bərpa olunmuş şəkildə başlamağınıza kömək edəcək. Maliyyə və resursların idarə olunmasında tələskənlik və riskli addımlar atmaq üçün əlverişli gün deyil. Büdcənizdəki balansı qorumaq üçün emosional xərclərə dur deməyi bacarmalısınız. Qəfil qarşınıza çıxan cazibədar təkliflər və ya endirimlər büdcənizdə gözlənilməz dəliklər aça bilər. Xüsusilə texnologiya və ya lazımsız lüks əşyalara pul xərcləməzdən əvvəl bu alış-verişin həqiqətən zəruri olub-olmadığını sorğulayın. Uzun müddətli qazanc gətirəcək planlar qurmaq üçün uğurlu zamandır, lakin bugün imza atmaq və ya böyük məbləğdə borc vermək tövsiyə olunmur. Maliyyə sənədlərini və müqavilələri 2 dəfə yoxlamaq sizi gələcək itkilərdən sığortalayacaq. Karyera və şəxsi inkişaf sahəsində iş həyatınızda strategiya və prinsipiallıq günü bəzəyir. Əgər bir müddətdir təxirə saldığınız çətin bir tapşırıq və ya layihə varsa, bugün həmin məsələni kökündən həll etmək üçün lazım olan enerjiyə sahibsiniz. İş mühitində rəhbərliklə və ya həmkarlarınızla münasibətlərdə kəskin və iddialı tondan uzaq durun, fikirlərinizi sərtsəyə deyil, tutarlı faktlarla təqdim etdikdə qarşı tərəfin hörmətini qazanacaqsınız. Yeni bir işə başlamaq, peşəkar bacarıqlarınızı artırmaq üçün kurslara yazılmaq və ya şəxsi brendinizi inkişaf etdirmək üçün planlar cızmaq üçün çox ideal vaxtdır. Komanda işində liderliyi öz üzərinizə götürün, lakin başqalarının da töhfələrini qiymətləndirməyi unutmayın. Sürət vacibdir, lakin doğru istiqamət sürətdən daha üstündür. Bugün enerjinizi tələsməyə deyil, dəqiqliyə yönəldin. Boğa. İyulun 27'si Boğa bürcü üçün daxili sakitliyin, maddi sabitliyin və uzun müddətli planların ön plana çıxdığı olduqca məhsuldar bir gündür. Veneranın müsbət təsirləri ilə hərəkət etdiyiniz bu gündə tələsmədən addım-addım irəliləmək sizə böyük üstünlük qazandıracaq. Şablon ifadələrdən uzaq, tam həyatın içindən olan bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün qarşı tərəflə aranızda olan güvən hissi və səmimiyyət ən vacib faktora çevrilir. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizlə gələcək planlar haqqında danışmaq, ev və ya birgə yaşam mühiti ilə bağlı qərarlar almaq üçün çox münasib zamandır. Aranızdakı soyuqluğu və ya kiçik inciklikləri səmimi bir söhbətlə tamamilə aradan qaldıra bilərsiniz. Subay boğalar üçün isə bugün tanış olacağınız biri ilə emosional bağ qurmaq ehtimalı yüksəkdir, lakin siz hər zamanki kimi tələsmək istəməyəcək və qarşı tərəfi yaxından müşahidə etməyə üstünlük verəcəksiniz. Hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin, bəzən həddindən artıq temkinli olmaq qarşı tərəfdə yanlış təəssürat yarada bilər. Sağlamlıq və bədən energiyası baxımından gün ərzində özünüzü fiziki olaraq rahat və sabit hiss edəcəksiniz, lakin boğaz və boyun nahiyəsinə xüsusi diqqət yetirməyiniz məsləhətdir. Soyuq içkilərdən və ya kondisioner qarşısında uzun müddət qalmaqdan qaçının.
Günün ikinci yarısında həzm sisteminizi yormamaq üçün ağır və yağlı yeməklərdən uzaq durub, daha təbii və yüngül qidalara üstünlük verməyiniz yaxşı olar. Zehni olaraq özünüzü dincəltmək üçün axşam saatlarında təbiətdə vaxt keçirmək və ya sevdiyiniz bir hobbiyə zaman ayırmaq günün bütün yorğunluğunu üzərinizdən alacaq. Maliyyə və resursların idarə olunmasında Boğa bürcünün təbii ehtiyatlılığı bugün tam yerində köməyinizə çatacaq. Maddi məsələlərdə olduqca şanslı bir gündəsiniz, gözlənilməz gəlirlər və ya köhnə borcların qaytarılması gündəmə gələ bilər. Sərmayə qoyuluşları və ya böyük alqı-satqı planları üçün bazar araşdırması etmək üçün ideal vaxtdır, lakin son qərarı verməzdən əvvəl bütün rəqəmləri tam dəqiqləşdirin. Lazımsız xərclərdən yayınmaq bacarığınız sayəsində büdcənizi daha da möhkəmləndirə biləcəksiniz. Karyera və şəxsi inkişaf sahəsində sabirlə gördüyünüz işlərin bəhrəsini toplamaq vaxtıdır. İş mühitində kollektivlə və ya rəhbərliklə münasibətlərdə konstruktiv və təmkinli mövqeyiniz sayəsində hər kəsin inamını qazanacaqsınız. Çətin layihələrin və təxirə salınmış tapşırıqların öhdəsindən asanlıqla gələcək, praktiki zəkanızla problemlərə ən qısa və sərfəli həll yollarını tapacaqsınız. Şəxsi inkişafınız üçün yeni praktiki bacarıqlar öyrənmək və ya peşəkar sahənizdə dərinləşmək üçün mükəmməl bir gündür. Səbir və nizam-intizam sizin ən böyük silahınızdır. Doğru addımlarla irəlilədikcə uğur qaçılmaz olacaq. Əkizlər. İyulun 27-si Əkizlər bürcü üçün zehni aktivliyin, ünsiyyət axınının və yeni fikir fırtınalarının pik nöqtəyə çatdığı dinamik bir gündür. Havadar və çevik təbiətinizin verdiyi üstünlüklə gün ərzində qarşınıza çıxan fürsətləri dərhal tutmaq və sosial mühitdə parlamaq imkanınız yüksəkdir. Şablon ifadələrdən uzaq, tam real həyat ritminizə uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından gün ərzində səmimi dialoqlar, zehni uyğunluq və ortaq maraqlar ön plana çıxır. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizlə dərin və maraqlı mövzuları müzakirə etmək, birgə planlar qurmaq və ya kiçik bir səyahət planlamaq münasibətinize yeni bir nəfəs gətirəcək. Qarşı tərəfi sadəcə dinləməklə qalmayıb, onun emosional ehtiyaclarını da anlamağa çalışmalısınız. Subay əkizlər üçün sosial şəbəkələrdə, iş mühitində və ya dost məclislərində maraqlı bir insanla tanış olmaq şansı çox yüksəkdir. Zəkası və yumor hissəsi ilə diqqətinizi çəkən bu şəxslə ünsiyyət çox sürətlə inkişaf edə bilər. Lakin hisslərinizi tam dəqiqləşdirmədən böyük vədlər verməkdən çəkinin. Sağlamlıq və bədən energiyası baxımından günün yüksək temposu sinir sisteminizə və diqqətinizə təsir göstərə bilər. Eyni anda bir neçə işlə məşğul olmaq istəyi zehni yorğunluq və yuxusuzluq yarada bilər. Əllər, qollar və tənəffüs yolları bugün daha həssas ola bilər, buna görə də təmiz havada daha çox vaxt keçirmək və nəfəs hərəkətləri etmək faydalıdır. Gün ərzində kafein istifadəsini azaldıb, su balansını qorumağa və axşam saatlarında zehninizi sakitləşdirəcək kitab oxumaq və ya musiqi dinləmək kimi vərdişlərə üstünlük verməyiniz tövsiyə olunur. Maliyyə və resursların idarə olunmasında ani qərarlarla pul xərcləmək riskiniz var. Marağınızı çəkən yeni kurslar, texnoloji cihazlar və ya əyləncə üçün büdcənizi aşan addımlar atmamalısınız. Qısa müddətli maliyyə imkanları və ya kiçik qazanclar gündəmə gələ bilər, lakin bu gəlirləri dərhal xərcləmək əvəzinə ehtiyat fondunuza yönəltmək daha ağıllı olar. Müqavilə və maliyyə razılaşmalarında kiçik şriftlə yazılmış detalları diqqətlə oxumaq sizi gözlənilməz itkilərdən qoruyacaq. Karyera və şəxsi inkişaf sahəsində informasiya mübadiləsi, təqdimatlar və danışıqlar üçün mükəmməl bir gündür. İş mühitində iti zəkanız və çevik həll yollarınız sayəsində diqqət mərkəzində olacaqsınız. Komanda daxilində informasiya qarışıqlığının və ya şayələrin qarşısını almaq üçün fikirlərinizi aydın və dəqiq şəkildə ifadə edin. Eyni anda çoxlu tapşırığa başlamaq əvəzinə işləri prioritetlərə bölüb ardıcıllıqla yekunlaşdırmaq nəticənin daha keyfiyyətli olmasını təmin edəcək. Sözlərinizin gücündən doğru yararlanın, bugün verəcəyiniz doğru mesajlar sizə peşəkar sahədə yeni qapılar açacaq. Xərçəng. İyulun 27-si Xərçəng bürcü üçün emosional dərinliyin, daxili intuisiyanın və yaxın çevrənizlə olan münasibətlərin ön plana çıxdığı xüsusi bir gündür. Ayın verdiyi həssaslıq və qoruyucu energiya sayəsində həm öz daxili aləminizdə baş verənləri daha aydın anlayacaq, həm də ətrafınızdakı insanların həqiqi niyyətlərini zərrə qədər yanılmadan hiss edəcəksiniz. Şablon ifadələrdən uzaq, tam real həyatın axarına uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün sadiqlik, qayğı və ruhsal yakınlıq ən vacib prioritetinizə çevrilir. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizə qarşı qoruyucu və anlayışlı davranmağınız aranızdakı emosional bağı daha da möhkəmləndirəcək. Lakin keçmişdə yaşanmış inciklikləri təkrar gündəmə gətirməkdən və özünüzə qapanmaqdan uzaq durmalısınız.
Açıq və səmimi ünsiyyət bütün şübhələri dağıdacaq. Subay xərçənglər üçün introducesi ailə və ya yaxın dostlar vasitəsilə baş tutacaq yeni bir tanışlıq gözlənilir. Qarşı tərəfin sizə verdiyi güvən hissi ilk andan diqqətinizi çəkəcək. Şəxsi sərhədlərinizi qoruyaraq hisslərinizi axarına buraxmaqdan çəkinməyin. Sağlamlıq və bədən energiyası baxımından emosional dalğalanmalar birbaşa mədə və həzm sisteminizə təsir edə bilər. Stressdən uzaq durmaq və qidalanma rejiminizə xüsusi diqqət yetirmək vacibdir. Ev şəraitində hazırlanmış təbii qidalara üstünlük vermək, hədsiz turş və ya ədviyyatlı yeməklərdən qaçınmaq məsləhətdir. Günün gərginliyini atmaq üçün su ilə təmasda olmaq, məsələn, uzun bir duş almaq və ya axşam saatlarında təmiz havada gəzintiyə çıxmaq ruhunuza çox yaxşı təsir edəcək. Yuxu rejiminizə riayət edin, çünki kifayət qədər istirahət etmədikdə gün ərzində özünüzü halsız hiss edə bilərsiniz. Maliyyə və resursların idarə olunmasında ehtiyatlı və toplayıcı təbiətiniz bugün böyük üstünlük təşkil edəcək. Ailə büdcəsini nizamlanmaq, ev üçün uzun müddətli və lazımi alış-verişlər etmək üçün əlverişli zamandır. Lakin emosional boşluqları doldurmaq məqsədlə lazımsız əşyalara pul xərcləmək tələsinə düşməyin. Köhnə borcların və ya təxirə salınmış ödənişlərin həlli üçün kiçik, lakin uzaq görən addımlar ata bilərsiniz. Karyera və şəxsi inkişaf sahəsində intuitiv zəkanız və məsuliyyətli yanaşmanız iş mühitində sizi bir addım önə çıxaracaq. Komanda daxilində yaranan gərginlikləri sülhpərvər mövqeyinizlə yatıra bilər, rəhbərliyin və həmkarlarınızın etibarını qazana bilərsiniz. Yaradıcılıq və ya insanlarla emosional ünsiyyət tələb edən layihələrdə böyük uğur əldə etmək şansınız var. Öz gücünüzə inanın və fikirlərinizi çəkinmədən bölüşün. O bugün atacağınız addımlar gələcəkdə peşəkar sabitliyinizin təməlini qoyacaq. Şir. İyulun 27-si Şir bürcü üçün özünə inamın, yaradıcı enerjinin və liderlik qabiliyyətinin ön plana çıxdığı parlaq bir gündür. Günəşin gətirdiyi canlılıq və diqqət mərkəzində olmaq arzusu gün ərzində özünüzü həm şəxsi, həm də peşəkar həyatınızda daha cəsarətli ifadə etməyinizə şərait yaradacaq. Şablon ifadələrdən uzaq, tam həyatın içindən olan bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün ehtiras, diqqət və qarşılıqlı dəyər hissi ön plana çıxır. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizə qarşı səxavətli və diqqətli davranmaq aranızdakı bağı daha da alovlandıracaq. Lakin egonuzu və ya hər şeydə haqlı olmaq istəyinizi bir kənara qoyub, qarşı tərəfin də fikirlərinə hörmətlə yanaşmağınız çox vacibdir. Subay Şir bürcləri üçün sosial mühitlərdə, tədbirlərdə və ya dost əhatəsində bütün gözləri üzərinizə çəkəcəyiniz bir gündür. Xarizmanız və təbii cazibəniz sayəsində maraqlı bir insanın diqqətini çəkə bilərsiniz. Samimi və təbii olmaq, süni jestlərdən uzaq durmaq sizə daha böyük uğur gətirəcək. Sağlamlıq və bədən enerjisi baxımından gün ərzində enerjiniz kifayət qədər yüksək olacaq, lakin bu enerjini harada və necə xərclədiyinizə diqqət etməlisiniz. Xüsusilə ürək-damar sisteminə və bel nahiyəsinə həddindən artıq yük salmamaq tövsiyə olunur. Həddindən artıq fiziki yorğunluqdan və ya idmanda ağır yüklənmələrdən qaçının. Gün ərzində su qəbulunu artırmaq, günəş altında uzun müddət qalmamaq və axşam saatlarında açıq havada yürüyüş edərək gərginliyi atmaq sağlamlığınız üçün çox faydalı olacaq. Maliyyə və resursların idarə olunmasında səxavətli təbiətiniz bugün büdcənizə böyük təsir edə bilər. Ətrafınızdakiları sevindirmək və ya öz nüfuzunuzu göstərmək üçün böyük xərclər etmək istəyə bilərsiniz, lakin maliyyə balansı qorumaq çox vacibdir. Cazibədar görünsə də riskli investisiyalara tələsik qərarlarla girməməli, büdcənizi uzun müddətli planlara uyğun idarə etməlisiniz. Karyera və şəxsi inkişaf sahəsində iddialı addımlar atmaq və özünüzü göstərmək üçün mükəmməl bir zamandır. İş mühitində öz ideyalarınızı çəkinmədən təqdim edə, layihələrin idarə olunmasını öz üzərinizə götürə bilərsiniz. Rəhbərlik və həmkarlarınız sizin təşəbbüskarlığınızı yüksək qiymətləndirəcək. Yalnız diqqət yetirməli olduğunuz məqam, komanda işində digər insanların töhfələrini kiçiltməmək və tək başına hərəkət etməməkdir. Doğru idarə etmə və nümayiş etdirəcəyiniz alicənablıq sizi peşəkar pillələrdə daha da yuxarıya daşıyacaq. Qız. İyulun 27-si Qız bürcü üçün analitik düşüncənin, nizam-intizamın və detallara olan həssaslığın ön plana çıxdığı son dərəcə verimli bir gündür. Merkurinin gətirdiyi iti zəka və diqqətlilik sayəsində ətrafınızda baş verən hər bir xırdalığı anında tutacaq, qarmaqarışıq görünən məsələləri asanlıqla sistemə salacaqsınız.
Şablon ifadələrdən uzaq, tam real həyatın tələblərinə uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bu gün münasibətlərinizdə səmimiyyət, qayğı və məntiqi uyğunluq ön plana çıxır. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizi hər xırda detalda tənqid etməkdən uzaq durmalı, sevgini sözlərlə yanaşı kiçik köməklər və jestlərlə göstərməlisiniz. Qarşı tərəfin mükəmməl olmasını gözləmək əvəzinə olduğu kimi qəbul etmək aranızdakı emosional bağı daha da dərinləşdirəcək. Subay qız bürcləri üçün isə gündəlik iş mühitində, təlimlərdə və ya müəyyən xidmət sahələrində tamamilə təsadüfən maraqlı bir insanla tanış olmaq ehtimalı var. İdealist yanaşmanızı bir kənara qoyub qarşı tərəfə şans versəniz, düşündüyünüzdən daha uyğun bir ruh əksi tapdığınızı görəcəksiniz. Sağlamlıq və bədən energiyası baxımından gərgin iş tempi və daimi analiz etmək vərdişi həzm sisteminizdə və sinir sisteminizdə müəyyən narahatlıqlar yarada bilər. Hədsiz dərəcədə hər şeyi idarə etməyə çalışmaq zehni yorğunluğa yol aça bilər. Qidalanma rejiminizdə lifli və təbii məhsullara üstünlük vermək, mədəni yoran qidalardan qaçınmaq məsləhətdir. Gün ərzində kiçik fasilələr verərək nəfəs məşqləri etmək və axşam saatlarında açıq havada sakit yürüyüş etmək bədəninizdəki gərginliyi tamamilə götürəcək. Maliyyə və resursların idarə olunmasında təbii qənaətcil və uzaq görən xarakteriniz bugün böyük üstünlük təşkil edəcək. Büdcənizi tam dəqiqliklə planlaşdıra bilər, gələcək üçün zəruri olan yatırımların hesablamalarını apara bilərsiniz. Lazımsız və lazımlı xərclər arasında balansı mükəmməl şəkildə qoruyacaqsınız. Maliyyə sənədlərində, hesablarda və ya borc alacaq məsələlərində detallı yoxlamalar aparmaq üçün ideal bir gündür, gözünüzdən heç bir yanlışlıq qaçmayacaq. Karyera və şəxsi inkişaf sahəsində işinizə olan məsuliyyət və peşəkarlıq rəhbərliyin və həmkarlarınızın diqqətindən qaçmayacaq. Təxirə salınmış çətin işləri sistemləşdirmək, böyük layihələrdəki xətaları düzəltmək və iş mühitində nizam yaratmaq üçün mükəmməl zamandır. İş yoldaşlarınızla münasibətlərdə mükəmməlliyətçi tələblərinizi bir qədər yumşaltmalı, fikirlərinizi tənqid kimi deyil, yol göstərən tövsiyələr kimi təqdim etməlisiniz. Sistemli addımlarınız sizi peşəkar sahədə arzu edilən nəticələrə çox tez çatdıracaq. Tərəzi. İyulun 27-si tərəzi bürcü üçün daxili tarazlığın, diplomatik münasibətlərin və estetik zövqün ön plana çıxdığı harmonik bir gündür. Veneranın idarə etdiyi nəzakətli və ədalətli təbiətiniz sayəsində gün ərzində ətrafınızdakı gərginlikləri yumşaltmaq, insanlarla ortaq məxrəcə gəlmək və sosial mühitlərdə öz zərifliyinizlə diqqət çəkmək imkanınız yüksək olacaq. Şablon ifadələrdən uzaq, tam real həyatın axarına uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün qarşılıqlı hörmət, romantika və emosional balans ən vacib prioritetinizə çevrilir. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizlə aranızda olan xırda inciklikləri və ya uyğunsuzluqları təmkinli bir dialoqla həll etmək üçün mükəmməl zamandır. Qərarsızlıq yaşayıb hisslərinizi gizlətmək əvəzinə gözləntilərinizi açıq və zərif şəkildə ifadə etməlisiniz. Subay tərəzi bürcləri üçün isə mühüm bir sosial tədbirdə, dost məclisində və ya incəsənətlə bağlı bir mühitdə maraqlı bir insanla tanış olmaq şansı çox yüksəkdir. Qarşı tərəfin sizə göstərəcəyi diqqət və nəzakət dərhal marağınızı cəlb edəcək, lakin sadəcə xarici görünüşə deyil, daxili dəyərlərə də önəm verməyiniz tövsiyə olunur. Sağlamlıq və bədən energiyası baxımından gün ərzində böyrəklər, bel nahiyəsi və bədənin su balansı xüsusi diqqət tələb edir. Gün ərzində kifayət qədər bol su içmək, hədsiz duzlu və emal olunmuş qidalardan uzaq durmaq sağlamlığınız üçün çox faydalı olacaq. Zehni olaraq başqalarının problemlərini özünüzə yük etmək və ya qərar verərkən həddindən artıq stresə girmək enerjinizi aşağı sala bilər. Axşam saatlarında xoş musiqi dinləmək, estetik olaraq sizi rahatladan bir mühitdə vaxt keçirmək və ya yüngül yoga dartınma hərəkətləri etmək bədəninizdəki gərginliyi tamamilə aradan qaldıracaq. Maliyyə və resursların idarə olunmasında gözəllik, geyim, ev dekorasiyası və ya əyləncə üçün gözlənilmədən böyük xərclər etmək meyliniz var. Büdcənizi balansda saxlamaq üçün spontan alış-verişlərdən çəkinməli, xərclərinizi öncədən müəyyənləşdirməlisiniz. Ortaq maliyyə layihələri və ya tərəfdaşlıqlar vasitəsilə gəlir əldə etmək üçün uğurlu gündür, lakin şərtləri hər iki tərəf üçün bərabər və ədalətli şəkildə razılaşdırdığınızdan əmin olmalısınız. Karyera və şəxsi inkişaf sahəsində iş mühitində diplomatik bacarıqlarınız və komanda ruhunu qorumaq qabiliyyətiniz sayəsində böyük uğurlar qazana bilərsiniz. İş yoldaşlarınız və ya tərəfdaşlarınız arasında yaranan fikir ayrılıqlarını neytrallaşdırmaqda açar rol oynayacaqsınız. Rəhbərliklə danışıqlar aparmaq, yeni əməkdaşlıq müqavilələri imzalamaq və təqdimatlar etmək üçün ideal zamandır.
Diqqət etməli olduğunuz yeganə məqam hamını razı salmağa çalışaraq öz mövqeyinizdən və prinsiplərinizdən güzəştə getməməkdir. Əmin və ədalətli addımlarınız sizi peşəkar sahədə çox daha möhkəm bir nöqtəyə daşıyacaq. Əqrəb. İyulun 27-si Əqrəb bürcü üçün daxili gücün, strateji təfəkkürün və dərin transformasiya enerjisinin ön plana çıxdığı son dərəcə təsirli bir gündür. Plutonun gətirdiyi kəskin intuisiya və sarsılmaz iradə sayəsində ətrafınızda baş verən hadisələrin görünən tərəfini deyil, pərdəarxası məqamlarını anında hiss edəcəksiniz. Şablon ifadələrdən uzaq, tam real həyatın axarına uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün ehtiras, sadiqlik və tam etibar arzusu ön plana çıxır. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizlə aranızda olan emosional bağı daha da dərinləşdirə bilərsiniz. Lakin həddindən artıq qısqanclıq, idarə etmə həvəsi və ya keçmişdəki inciklikləri gizli bir silah kimi istifadə etmək meylindən uzaq durmalısınız. Qarşı tərəfə güvənmək və şəxsi məkan tanımaq münasibətinizin sağlamlığını qoruyacaq. Subay Əqrəb bürcləri üçün isə bugün gizemli, sirli və güclü xarakterə malik biri ilə qarşılaşmaq şansı var. İlk baxışdan yarana biləcək güclü emosional cazibə sizi həyəcanlandıra bilər, lakin dərhal bütün kartlarınızı açmaq əvəzinə, qarşı tərəfi bir qədər zamana buraxaraq müşahidə etmək sizin xarakterinizə daha çox uyğun gələcək. Sağlamlıq və bədən energiyası baxımından daxildə toplanan emosiyaları və stresi çölə çıxarmadıqda bu durum immun sisteminizə və ya reproduktiv boşaltım sisteminizə təsir göstərə bilər. Hisslərinizi daxilinizdə boğmaq əvəzinə fiziki hərəkətlərlə və ya yaradıcılıqla kənara yönəltmək vacibdir. Gün ərzində intensiv məşqlər, dəniz kənarında yürüyüş və ya sauna kimi bədəni toksinlərdən təmizləyən fəaliyyətlər sizə çox yaxşı gələcək. Yuxu rejiminizə riayət etmək və gün ərzində bol su içmək enerjinizi bərpa etməyə kömək edəcək. Maliyyə və resursların idarə olunmasında maliyyə intuisiyanız bugün pik nöqtədədir. İnvestisiya imkanlarını, borc alacaq məsələlərini və ya ortaq gəlirləri təhlil etmək üçün mükəmməl zamandır. Gizli qalan maliyyə imkanlarını və ya gözünüzdən qaçan gəlir mənbələrini aşkar edə bilərsiniz. Riskli maliyyə addımları atarkən emosional deyil, tamamilə soyuqqanlı və strateji hesablamalara söykənin. Eyni zamanda gözlənilməz xərclərə qarşı maliyyə ehtiyatınızı qorumaq ağıllı addım olar. Karyera və şəxsi inkişaf sahəsində iş mühitində əzmkar, qərarlı və fokuslanmış mövqeyinizlə çətin layihələrin öhdəsindən tək başına gələ bilərsiniz. Problemlərin kökünü tapmaq və böhranlı vəziyyətlərdən çıxış yolları təklif etmək bacarığınız rəhbərliyin diqqətindən qaçmayacaq. Həmkarlarınızla münasibətlərdə pərdəarxası oyunlardan və ya gizli rəqabətdən uzaq durun, öz işinizə odaqlanaraq nümayiş etdirəcəyiniz peşəkarlıq sizə ən böyük üstünlüyü qazandıracaq. Məqsədlərinizə doğru səbirlə və addım-addım irəliləyin, bugün əkdiyiniz toxumlar tezliklə böyük uğurlar gətirəcək. Oxatan. İyulun 27-si Oxatan bürcü üçün dünya görüşünün genişləndiyi, yeni üfüqlərin və fürsətlərin ön plana çıxdığı son dərəcə nikbin bir gündür. Yupiterin gətirdiyi bərəkət, yüksək energiya və macəra həvəsi sayəsində gün ərzində qarşınıza çıxan maneələri böyük bir cəsarətlə aşacaq, ətrafınızdakı insanlara da müsbət energiya paylayacaqsınız. Şablon ifadələrdən uzaq, tam real həyatın axarına uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün azadlıq, dürüstlük və birgə kəşflər ön plana çıxır. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizlə gələcək səyahətlər, yeni hobbilər və ya fərqli layihələr haqqında danışmaq münasibətinizə böyük həyəcan qatacaq. Lakin həddindən artıq sərbəstlik istəyi göstərərək qarşı tərəfin emosional ehtiyaclarını göz ardı etməməyə çalışın. Dürüst olmaq yaxşıdır, lakin fikirlərinizi söyləyərkən qarşı tərəfin xətrinə dəyməyəcək bir dil seçmək vacibdir. Subay Oxatan bürcləri üçün isə fərqli mədəniyyətdən olan, xarici ölkələrlə bağlılığı bulunan və ya təhsil səyahət mühitində qarşılaşacağınız biri ilə maraqlı bir ünsiyyət başlaya bilər. Səmimi və enerjili yanaşmanız qarşı tərəfi dərhal özünə cəlb edəcək. Sağlamlıq və bədən energiyası baxımından gün ərzində fiziki aktivliyiniz və daxili motivasiyanız çox yüksək olacaq. Lakin həddindən artıq aktivlik bədəninizi, xüsusilə də bud, çanaq nahiyəsini və qaraciyəri yora bilər. İdman edərkən və ya fiziki işlər görərkən həddi aşmamaq, zədələnmələrə qarşı ehtiyatlı olmaq lazımdır. Qidalanmada yağlı və ağır yeməklərdən uzaq durub, bədəni toksinlərdən təmizləyən təbii şirələrə və bol suya üstünlük verməyiniz tövsiyə olunur. Axşam saatlarında təmiz havada gəzinti və ya açıq havada vaxt keçirmək zehni yorğunluğunuzu tamamilə aparacaq. Maliyyə və resursların idarə olunmasında optimist yanaşmanız bəzən ehtiyatsız xərclərə yol aça bilər.
Gələcək gəlirlərinizə həddindən artıq güvənərək bugün büdcənizi aşan alış-verişlər etməməlisiniz. Xarici valyuta, təhsil, səyahət və ya şəxsi inkişaf üçün yatırılan pullar uzun müddətdə sizə fayda gətirəcək, lakin hazırki nağd pul axınınızı balansda saxlamaq çox vacibdir. Şübhəli riskli qumar və ya qumar xarakterli tez qazanc vədlərindən uzaq durun. Karyera və şəxsi inkişaf sahəsində geniş miqyaslı düşünmək və böyük hədəflər qoymaq üçün mükəmməl bir gündür. İş mühitində təqdimatlar etmək, xarici tərəfdaşlarla əlaqə qurmaq, hüquqi məsələləri həll etmək və ya akademik sahədə addımlar atmaq üçün çox uğurlu zamandır. İti zəkanız və uzaq görənliyiniz sayəsində layihələrin gələcəyini aydın görə biləcəksiniz. Yalnız diqqət etməli olduğunuz məqam, xırda detalları gözərdən qaçırmamaq və başladığınız işləri sonadək çatdırmaq üçün lazımi səbri nümayiş etdirməkdir. Müsbət baxış bucağınız və qərarlılığınız sizi peşəkar sahədə yeni zirvələrə doğru aparacaq. Oğlaq. İyulun 27-si Oğlaq bürcü üçün məsuliyyət hissinin, strateji planlamanın və özün intizamın ön plana çıxdığı son dərəcə sabit və nəticəyönümlü bir gündür. Saturnun verdiyi ciddiyyət və nizam-intizam hissi sayəsində gün ərzində qarşınıza qoyduğunuz hədəflərə doğru addım-addım, böyük bir soyuqqanlıq və əzmlə irəliləyəcəksiniz. Şablon ifadələrdən uzaq, tam real həyatın tələblərinə uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün münasibətlərinizdə güvən, sadiqlik və gələcəyə yönəlik ciddi addımlar ön plana çıxır. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizlə gələcək planlar, birgə məsuliyyətlər və ya maddi-mənəvi hədəflər haqqında danışmaq üçün çox uyğun bir zamandır. Lakin hiss və emosiyalarınızı göstərməkdə həddindən artıq soyuq və ya rəsmi görünməməyə çalışın. Qarşı tərəf sizin məntiqinizlə yanaşı, istiliyinizə və dəstəyinizə də ehtiyac duyur. Subay Oğlaq bürcləri üçün isə iş mühitində, rəsmi tədbirlərdə və ya peşəkar dairələrdə öz ciddi və intizamlı duruşu ilə diqqətinizi çəkəcək biri ilə tanış olmaq ehtimalı böyükdür. Müvəqqəti macəralar deyil, uzun müddətli və sağlam təməlli münasibət axtarışınız bugün doğru insanı seçməyinizə yardım edəcək. Sağlamlıq və bədən energiyası baxımından gün ərzində sümüklər, oynaqlar, dişlər və onurğa nahiyəsi xüsusi diqqət tələb edir. Uzun müddət eyni vəziyyətdə oturaraq işləmək bel və boyun ağrılarına səbəb ola bilər, buna görə də gün ərzində duruşunuza diqqət etməli və kiçik hərəkətlərlə bədəninizi rahatlatmalısınız. Həddindən artıq iş yükü zehni yorğunluq yarada bilər, kalsium və D vitamini balansı saxlanılmalı, gün ərzində kifayət qədər istirahətə vaxt ayrılmalıdır. Axşam saatlarında tək qalıb dincəlmək və ya yüngül gəzinti etmək enerjinizi bərpa etməyə kömək edəcək. Maliyyə və resursların idarə olunmasında təbii uzaq görənliyiniz və maliyyə intizamınız bugün də ən böyük dayağınız olacaq. Büdcənizi tam dəqiqliklə idarə edə biləcək, gələcək üçün risklərdən uzaq investisiya planları hazırlayacaqsınız. Lazımsız xərclərdən tamamilə qaçınmaq bacarığınız sayəsində maddi mövqeyinizi daha da möhkəmləndirəcəksiniz. Borc alacaq məsələlərində, daşınmaz əmlak və ya uzun müddətli müqavilələrdə soyuqqanlı hesablamalar aparmaq üçün ideal bir gündür. Karyera və şəxsi inkişaf sahəsində iş həyatınızda əldə edəcəyiniz uğurlar və nümayiş etdirəcəyiniz peşəkarlıq günü bəzəyir. Təxirə salınmış çətin tapşırıqları yekunlaşdırmaq, rəhbərliyin etibarını qazanmaq və ya layihələri nizamlı şəkildə idarə etmək üçün mükəmməl zamandır. İş mühitində kəskin və güzəştsiz mövqe tutmaq əvəzinə fikirlərinizi tutarlı faktlarla və təcrübənizlə təqdim etdikdə qarşı tərəfin böyük hörmətini qazanacaqsınız. Məsuliyyəti öz üzərinizə götürməkdən çəkinməyin, o bugün atacağınız hər bir ciddi addım peşəkar karyeranızda sizə uzun müddətli sabitlik və yüksəliş gətirəcək. Dolça. İyulun 27-si Dolça bürcü üçün azadlıq hissinin, orijinal ideyaların və gələcəyə yönəlik fərqli baxış bucaqlarının ön plana çıxdığı son dərəcə ilham verici bir gündür. Uranın gətirdiyi yenilikçi energiya və intellektual dərinlik sayəsində gün ərzində qarşınıza çıxan problemlərə kimsənin ağlına gəlməyən fərqli həll yolları tapacaq, sosial mühitinizdə öz unikal xarakterinizlə diqqət çəkəcəksiniz. Şablon ifadələrdən uzaq, tam real həyatın axarına uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün zehni uyğunluq, dostluq təməli və emosional azadlıq ön plana çıxır. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizlə sadəcə sevgili kimi deyil, həm də iki yaxın dost kimi dərindən söhbət etmək, ortaq ideyalar və sosial layihələr haqqında danışmaq aranızdakı bağı daha da gücləndirəcək. Lakin həddindən artıq məsafəli, soyuq və ya emosiyalardan uzaq görünməməyə diqqət etməlisiniz. Qarşı tərəfin sizdən gözlədiyi isti hissləri və diqqəti göstərməyi unutmayın.
Subay dolça bürcləri üçün isə sosial media platformalarında, texnoloji mühitlərdə, qeyri-hökumət təşkilatlarında və ya dost qruplarında maraqlı bir insanla tanış olmaq ehtimalı böyükdür. Sizin fərqli dünya görüşünüz və intellektual səviyyəniz qarşı tərəfi dərhal özünə cəlb edəcək. Sağlamlıq və bədən energiyası baxımından gün ərzində qan dövranı, baldırlar və sinir sistemi xüsusi diqqət tələb edir. Uzun müddət hərəkətsiz qalmaq və ya həddindən artıq zehni yüklənmə ayaqlarda yorğunluq və yuxu pozuntularına yol aça bilər. Gün ərzində fiziki aktivliyi artırmaq, yüngül yürüyüşlər etmək və bədəninizi rahatladacaq məşqlərlə məşğul olmaq tövsiyə olunur. Eyni zamanda günün gərginliyini atmaq üçün elektron cihazlardan bir qədər uzaq durmaq, gözlərinizi və zehninizi dincəltmək sizə çox yaxşı gələcək. Bol su içməyi və təbii qidalanmağa üstünlük verməyi laqeyd yanaşmayın. Maliyyə və resursların idarə olunmasında texnologiya, rəqəmsal layihələr, onlayn biznes və ya innovativ sahələr vasitəsilə yeni gəlir imkanları qarşınıza çıxa bilər. Büdcənizi idarə edərkən spontan və planlaşdırılmamış xərclərdən uzaq durmalısınız. Müasir investisiya alətlərinə və ya gələcək vəd edən proyektlərə maraq göstərə bilərsiniz, lakin hər hansı bir addım atmazdan əvvəl riski tamamilə hesabladığınızdan əmin olun. Dostlarınıza və ya sosial çevrənizə pul borc verərkən ehtiyatlı olmaqda fayda var. Karyera və şəxsi inkişaf sahəsində komanda işi, kollektiv layihələr və innovativ ideyalar günü bəzəyir. İş mühitində köhnəlmiş metodları kənara qoyaraq yeni, effekti artıracaq sistemlər təklif etməyiniz rəhbərliyin və həmkarlarınızın böyük marağına səbəb olacaq. İnsanları vahid bir məqsəd ətrafında toplamaq və ilham vermək bacarığınız sayəsində lider mövqeyə yüksələ bilərsiniz. Fikirlərinizi çatdırarkən həddindən artıq dikbaş və ya radikal görünməməyə, diplomatik dili qorumağa çalışın. Orijinal yanaşmanız və qərarlılığınız sizi peşəkar sahədə arzu edilən uğura çox tez çatdıracaq. Balıqlar. İyulun 27-si balıqlar bürcü üçün daxili hissiyatın, yaradıcı ilhamın və emosional dərinliyin ön plana çıxdığı son dərəcə incə və ruhsal bir gündür. Neptunun gətirdiyi güclü intuisiya və empati xüsusiyyətləriniz sayəsində gün ərzində ətrafınızdakı insanların demədikləri sözləri, hiss etdikləri emosiyaları anında anlayacaq, öz daxili aləminizdə isə böyük bir hüzur və yaradıcılıq dalğası yaşayacaqsınız. Şablon ifadələrdən uzaq, tam real həyatın axarına uyğun bu gündə diqqət etməli olduğunuz məqamlar var. Sevgi və münasibətlər baxımından bugün romantika, ruhi bağ və qarşılıqlı fədakarlıq ön plana çıxır. Əgər bir münasibətiniz varsa, tərəf müqabilinizlə səmimi, emosional və dərin söhbətlər etmək, bir-birinizə dəstək olmaq aranızdakı inamı daha da artıracaq. Lakin xəyallara həddindən artıq qapılıb qarşı tərəfi idealizə etməkdən və ya həqiqətləri göz ardı etməkdən uzaq durmalısınız. Münasibətdə real gözləntilərə söykənmək sizi gələcək xəyal qırıqlıqlarından qoruyacaq. Subay balıq bürcləri üçün isə incəsənət mühitlərində, dəniz kənarında, yardım tədbirlərində və ya tamamilə mistik bir şəkildə qarşılaşacağınız biri ilə emosional bir bağ başlaya bilər. Qarşı tərəfin səmimiyyəti və incəliyi dərhal diqqətinizi çəkəcək, lakin addımlarınızı tələsmədən zamanla atmağınız tövsiyə olunur. Sağlamlıq və bədən energiyası baxımından gün ərzində ayaqlar, immunitet sistemi və bədənin su balansı xüsusi diqqət tələb edir. Ətrafdakı insanların mənfi enerjisini və stresini öz üzərinizə çəkməyə meyilli olduğunuz üçün zehni və emosional yorğunluq hiss edə bilərsiniz. Gün ərzində su ilə təmasda olmaq, uzun duş almaq və ya dəniz havası qəbul etmək energiyanızı tamamilə yeniləyəcək. Qidalanmada xarab ola biləcək, ağır və ya allergik reaksiyalar verə biləcək qidalardan uzaq durmaq, bol su içmək və kifayət qədər yuxu almaq sağlamlığınızı qorumaq üçün çox vacibdir. Axşam saatlarında musiqi dinləmək və ya meditasiya etmək ruhunuzu dincəldəcək. Maliyyə və resursların idarə olunmasında emosional vəziyyətinizə uyğun olaraq spontan pul xərcləmək riskiniz var. Kimsəyə kömək etmək və ya emosional boşluqları doldurmaq məqsədilə imkanınızdan artıq xərc çəkməməlisiniz. Maliyyə məsələlərində xəyalpərəst deyil, tamamilə realist olmaq, gəlir və xərclərinizi kağız üzərində dəqiqləşdirmək lazımdır. Şübhəli və ya dumanlı görünən investisiya təkliflərindən uzaq durun və imza atacağınız sənədləri və şərtləri diqqətlə nəzərdən keçirin. Karyera və şəxsi inkişaf sahəsində yaradıcılıq, intellektual intuisiya və emosional zəka tələb edən işlərdə böyük uğur qazana bilərsiniz. İş mühitində problemlərə fərqli və empatiyalı yanaşmanız sayəsində gərginlikləri aradan qaldıracaq, həmkarlarınızın sevgisini və etibarını qazanacaqsınız. Əgər incəsənət, dizayn, psixologiya və ya xidmət sahəsində çalışırsınızsa, bugün özünüzü tam mənası ilə göstərmək üçün mükəmməl zamandır. Diqqət etməli olduğunuz məqam dağınıqlıqdan və işləri təxirə salmaq vərdişindən uzaq durmaqdır.
Belli bir plan ve intizamla hareket ettikdə içinizdeki potansiyeli peşəkar uğura çevirmek sizin için çok asan olacak.